İlk videomuz bir xalanın gözəl rəqsi ilə başlayır. Ölümden döndüm, derdimi bilmedin ama seni sevdim ama çok iyi. Sen beni sevmedin ama. Xala turba ilə eşq yaşayır. Ay, yox, turba ilə yox. Turbalarla. Bəzilərini dayı saxlayır, bəzilərini xala saxlayır. Bəzilərində turba saxlayır. Sen beni sevmedin ama. İndi mən başa düşürəm niyə bəzən yolda gedəndə qabağıma əhri turbalar çıxır. Yox, bunlar mahnıları necə seçirlər? Sözlərə fikir ver. Video minimum 15 dəfə baxmışam, heç nə başa düşməmişəm. Bu adam kimi döyür, nə üstündə döyür, qıraqdakı kimdir, ona niyə baby deyir və bütün bunları niyə video çəkir? Baby, Allah, elə bir hansı xarici filmin səsləndirməsidir. İndi oğlanlar skameykada düzülüb cərgələrdə. Bəh, gəlaymış da. Qalanı da öz xodu ilə düzələr. Varas boy aləmdə, atsanı hər yerdə, kriminal avtoritet. Döşək düşmanı. Yaxşılara yoldaş, var ol böyük qardaş. Dünya birliyi bu döşəklərə olan şiddətə hələ də susur. Varavskoy aləm ilə döşək çırpmağın arasında olan bağ nədir? Bu uşağı qətiyyən qonaq aparmaq olmaz da. Qaqaş harda yığılmış döşək görsə, vsyo. Məni saxlamaq olar, qaqaş! Okey, gəlin önyargılı davranmayaq, Qaqaşın başqa videosuna baxaq. Qaqaş level atlayır da, keçdikcə düşmənləri dəyişir. Mən sevdim bu oğlanı. Öz üzərində işləyir. Getdikcə mən inanıram ki, orada mikrovalnovka, toz soğuran, soyuducu və oyunlarda olur. Gedirsən, missiyaları keçirsən, axırda bir dənə boss gəlir. Bax, o boss kimdir, mənə o maraqlıdır. Ən böyük xəyalın nədir? Biz xəyalla yaşamırıq, istədiyimiz hər şeyə nail. Qoyublar ayaqları üstə. Nail olduqları şey hələ ki günə baxan tumlardır. Niyə elə deyirsən, ay Rəfin? Bəlkə adamın semiçka zavodu var. Əslində paxıllıq edirəm. Adamlar bizdən fərqli olaraq sadəcə semiçka ilə xoşbəxt ola bilirlər. Paxıllar ölün, gəbərin. Bu xalanın videolarını mən çox bəyənirəm. Bu iti təmiz şey eləyib da, nə bu? Nə işin var ha sənin ondan, hə? Niyə döyürsən onu, topuş? Olmaz elə eləmək. Qaqadır. İtlərə olan səmimiyyəti, itlərə olan sevgisi mənə çox ləzzət eləyir. Sən niyə vurmursan onu, hə? Niyə vurmursan? Baxım, burnuna. O olur, məhəllədə uşaq döyülür, gəlir evə, atası anası deyir. Sən niyə vurmursan onu, hə? Çox şirindir də, hiss olunur ki, öz uşaqları kimi baxır onlara. Xalanın səhifəsini izləyirəm, bacardığı qədər həyatda olan itlərə, pişiklərə qayğı göstərir. Gör necə mədənidir, amma xeyri yoxdur. Hamı artıq sən Maykovu gördü, tərbiyəsiz dələduz. Belə bir abırçılıq olar. Cəmaət sən Maykovu görməlidir. Avropalaşaq dedik, day, bu qədər də ağın çıxarmayın da. Artıq neçənci videodur fikir verirəm. Mahnı ilə baş verənlərin heç bir əlaqəsi yoxdur. Ayrılıq mahnısı olmadan mən turbalarla video çəkə bilmirəm. Hava limanı olmadan mən turnik çəkə bilmirəm. Hava limanı demişkən, yəqin ki, ehtiyac yoxdur da deməyə, ən ucuz biletlər hansı? Xaladım bro, çox sağ ol. Ən azından döşələri axırına çıxmır. Qaqaş motivasiya verir. Gözəlliyini tərifləyir. Bal küpüyəm, kuklayam. Özümə baxmasam da sizdən 1000 qat gözəlim. Burnum təbii, dodağım təbii, hər bir yerim təbiidir. Mən hər cürə özümü sevirəm. Bay bay. Sağollaşanda fikir ver, pozasını dəyişmir ki, birdən cəlbediciliyi də gedər. Özdə bu qızın divarın qabağında rəqs elədiyi videolar var. Rəqsi qoyuram bir qırağa. O divardakılar nə subliminal mesaj daşıyır? Pistolet, sigaret, Batman, maska. Sigaret öldürür, tapanca da öldürür. Batman qoruyur, maska da qoruyur. Bu mənim ən sevdiyim videolardan biridir. Biz gəncə uşaqları ağali, qolumuzda qüvvətimiz, dilimizdə söhbətimiz, göydə Allahımız, yerdə hörmətimiz var ayda. Gəncə uşaqları.